Deməli, sonuncu yerli əvəzliyimiz və əlbəttə ki, sonuncu şəxs əvəzliyimiz, ondan da qaynaqlanan yerli əvəzlikləri. Они, onlar, их, onların və eyni zamanda burada görürsünüz, onları iki tərcüməsi var. С ними, onlarla, без них, onlarsız, у них, onlarda, их, onları, bayaq dediyim kimi, им, onlara. Hansını bilirdiniz, hansı sizin üçün gəliri yoldur, şərh bölməsinə yazın. Bundan əlavə, əzizlərim, o ki deyir sizi, mən özümü vəziyyətdən çıxartmaq istəyirəm. Yəni, mənə lazım deyil super dərəcədə bilim, amma ən azından özümü idarə edə bilim, istədiyimi soruşa bilim, harasa gedəndə və s. və ilaxır. Bax, bu kitab tam sizlikdir. İçərisində 3000-dən artıq gündəlik sizə lazım olan cümlələr var. 250 səhifədən ibarətdir. Yəni, bu kitabı rahat əldə edirsən, başlayırsan öyrənməyə və bu kitabın sonunda deyə bilərsən ki, mən rus dilində B2 səviyyəsində danışa bilirəm. Və bu kitabla da səni baş-başa qoymuram. Hər gün canlı yayıma gəl, mənimlə bir yerdə o biliklərindən faydalan və tətbiq elə. Ekranda görürsən həmin nömrəni harda əldə etmək lazımdır. Eyni zamanda göstərirəm ki, rus hərflərini bilməsən də yenə əldə edə bilərsən, çünki transkripsiyası Azərbaycan dilinin hərflərindən. Yəni, ana dilin hərflərini ki bilirsən, deməli rahat əldə edə bilərsən və sən də faydalana bilərsən. Ona görə əldə et, hər gün canlı yayımda hər birinizi gözləyirəm.